Ancaq nə eşitirsiniz deyim sizə. Dövlət təhlükəsizlik xidməti uğurlu əməliyyat apardı. İrandan gətirib bir arıq adam qoyurlar 40 kilo çəkisində 160 kilogram narkotik də düzürlər qabağına. Qaçaqmalçılığı yolu ilə İran sərhədini keçən adam Dövlət Təhlükəsizlik Xidmətinin vasitəsilə tutuldu. Hə, bədbəxt oğlu. Bu 40 kilo bu adamın çəkisi var. Bu 160 kilogramı necə keçirir birincisi? Hə, ikincisi bu polisin işidir. Hə, bu sərhədçilərin işidir. Hə, Dövlət Təhlükəsizlik Xidmətinin nə pox yer elə? Sərhədçidirmi? Polisdirmi? Bunun nə işi var orada? Bu ancaq Mehribanın şeyini, Mehriban aybaşı olanda Əlin Ağayev ondan başqa bir şey bilmir. Yəni bildiniz də ora, yalama stansiyası. Ancaq 45 milyard funt sterlingə futbol klubu alır Britaniyada oğlu. Ancaq Mehribanın əmlakçılarını qorumaqdan, yatırmaqdan, ad dəyişdirməkdən, müxalif səsləri susturmaqdan məşğuldur. Bir köpəyoğlu çıxsın bunların Heydər Əliyevin zamanından bəri bir dənə uğurlu əməliyyatını desin görüm deyə bilirmi? Bunların uğurlu əməliyyatı nədir? Deyim sizə. Rövşən Cavadovun oğlunu da öldürdülər ki, atasının qisasını almasın. Atası sevilən adam idi. Dafna xanımı öldürdülər ki, İlhamın mal varlığını araşdırırdı. Beynəlxalq səviyyəli jurnalisti öldürdülər. Bunlar Əfqan Muxtarlığın başına torba keçirib qaçırdılar. Bunlar Vidadini verbok elədilər. Vidadini öldürmək üçün komanda hazırladılar. Bunlar iş adamlarını vurdular, öldürdülər. Bunlar Türkiyədə adamları boğdular. Belçikada adamları boğdular. Gürcüstanda yedi. Bunlar ancaq işi kriminal avtoritetlərlə, bu saxta kriminallarla, özləri ad verdiyi bu varabskoylarla, ancaq əlbir olaraq İlham Əliyevə qarşı səsləndirilən fikirləri, İlham Əliyevin mal varlığını açanları, ailəsinin haqsızlığı, İlham Əliyevin cinayətlərini açanları ortaya qoyurlar. Və sonra bunların başqa əməli deyim. Bir dənə o şey Arayiki tutdular deyirlər, gətirirlər. Sıraca Elçin Quliyev oğlunu saldı Arayikin qoluna, yadınızdadır da. Bir dənə mənə göstərin də, evdə əməliyyat aparan DTK ya polis, yataqdan çıxartdığına qədər göstərir. Bir dənə mənə Xankənddə necə tutuldu, gətirdi, göstərin görün. Hamısını Rus tutdu, gətirdi, verdi Bakıda. Rus tutdu, gətirdi, verdi Bərdədə. Sərhəd qoşunları nəyə lazımdır? Türkiyə kimi bir ölkədə 90 milyonluq dənizlər, dörd dəniz, dağlar, İraq sərhəddi. Dövlət sərhəd xidməti yoxdur. Dövlət sərhəd nazirliyi yoxdur. Elə polisin tərkibində bir jandarma. Bizdə niyə olmalıdır bu? Deyək ki var, bu nə poxa dərmandır? Hani sərhədlər bağlıdırsa bu qədər narkotik necə keçir ölkəyə?